Salam değerli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün toyuq ətindən olduqca ləzzətli kotlet hazırladım. İnanın xanımlar, bu resepti özüm də birinci dəfə idi hazırlayırdım. Çox ləzzətli alındı. Yeyən hər kəs reseptini soruşacaq. Siz də mütləq hazırlayın, çox bəyənəcəksiniz. Başlayaq hazırlamağa. Bunun üçün lazım olan ərzaqları dəzgahın üzərinə yığmışam. 1 diş sarımsaq, yarım ədəd qırmızı biber, 1 ədəd soğan, eləcə də toyuq ətindən istifadə etdim. Mən toyuğun döş ətindən istifadə etmədim. Pud dibi hissəsindən istifadə etdim. Sümüyünü çıxararaq ətini ətçəkən maşından keçirirəm. Eləcə də digər ərzaqları da sarımsağı, biberi və soğanı da ətçəkən maşından keçirirəm. Bir dəstə cəfərini yaxşıca yuyuram. Daha sonra xırda-xırda doğrayıb onu da ətin üzərinə əlavə edirəm. Ərzaqların üzərinə zövqə görə duz, qara istiot, qırmızı istiot və içi dolu yemək qaşığı suxarı əlavə edirəm. Bütün ərzaqları əlimlə yaxşıca qarışdırıram. Daha sonra üzərini örtüb soyuducuda 1 saat gözlədirəm. 1 saat keçdikdən sonra ayrıca bir qaba su tökürəm. Əlimi əvvəlcə suya vururam. Daha sonra isə hazırladığım ətdən götürüb kotlet hazırlayıram. Tavanın içərisinə yağ tökürəm. Yağ qızdıqdan sonra kotletləri tavanın içərisinə yığıram. Çox da cür olmayan orta odda bişirilir. Bir üzü qızardıqdan sonra çevirib digər üzünü də qızardıram. Çevirəndən sonra kotletlərin üzərindən yüngülcə basıram. Bu zaman içərisində qalan suyu tamamilə çıxır. Kotletləri bişirəndən sonra isə yanında kartof da qızarda bilərsiniz. Mən kartof firi hazırladım. Gördüyünüz kimi artıq mənim yeməyim hazırdır. Olduqca ləzzətli, dadı damağınızdan getməyəcək kotletlər alınır. Əziz xanımlar, əgər siz də mənim videomu, kanalımı bəyəndinizsə, videomu yaxınlarınızla bölüşməyi və mənə abunə olub dəstək olmağı unutmayın. Sağ olun, görüşərik.